Herkese salam, kanalıma hoş geldiniz. Bugün 1 fevral tarixində keçirilmiş Kaspi buraxılış sınav imtahanından 11-ci sinif riyaziyyat suallarını izah edirəm. Gəlin başlayaq. 61-ci sualdan. Tənliyi həll edin deyir. Deməli, bir dənə qələm götürüm. Deməli, qaram. Deməli, 3x üstəgəl 4 bərabərdir. Mötərizəni açıram. 2x çıx 2 çıxılsın 3. Buradan x bərabərdir. -5 çıx 4, yəni -9. C variantı. 62-ci sual. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən böyük ədəd kök altında 13 olarsa, k-nın ən kiçik qiymətini tapın. Yadınıza saxlayın. A sinus x üstəgəl b kosinus x funksiyasının qiymətlər çoxluğu mənfi, gəlin burada yazaq, a sinus x üstəgəl b kosinus x funksiyasının qiymətlər çoxluğu mənfi kök altında a kvadrat üstəgəl b kvadratı. Buradan başlayır, müsbət kök altında a kvadrat üstəgəl b kvadratına qədər. Yəni bu intervaldadır qiymətlər çoxluğu. Ən böyüyü kök altında 13'dür. Yəni bizə bax bu müsbət kök altında a kvadrat üstəgəl b kvadratı bərabərdir kök altında 13'ə. Kök işarəsini açsam hər iki tərəfdən. İndi burada a'nın yerində 3 durur. Yəni 3'ün kvadratı üstəgəl b'nin yerində də k'dır, düzdür. K'nın kvadratı bərabərdir 13'ə. K'nın kvadratı bərabərdir 4'ə. K da bərabərdir müsbət mənfi 2'yə. K'nın bizdən kiçik qiymətini istəyir. Düzdür, onda müsbət 2'ni yox, mənfi 2'ni götürürəm. B variantı. 63-cü suala baxırıq. Perimetrlərinin cəmi 54 cm olan iki oxşar çoxbucaqlının uyğun tərəflərinin nisbəti 1'in 8'ədir. 1/8. Yadınızda saxlayın. Oxşar çoxbucaqların tərəflərinin nisbəti, yəni 1'in 8'ə həmsinin perimetrlərinin nisbətinə bərabərdir. İndi deməli P1/P2 də 1/8'dir. Buradan P1 və P2'nin neçə K olduğuna baxaq. Nisbət olduğuna görə P1 1K'dır, P2 8K'dır. Perimetrlərinin cəmi 54'dür. K üstəgəl 8K, yəni 9K 54'dür. K da bərabərdir 6'ya. İndi deməli birincinin perimetri 6'dır, ikincinin 6/8, yəni 48'dir. Kiçik olanını istəyir, yəni 6'dır. Kiçik çoxbucaqlının perimetri. B variantı. 64-cü suala baxırıq. Fx və gx qarşılıqlı tərs funksiyaları üçün f0 bərabər 3, f3 bərabər 9 olarsa bu cəmi tapın. Baxın, burada deyir ki, qarşılıqlı tərs funksiyalardır. Əgər bunlar qarşılıqlı tərsdirsə, məsələn, burada f0'ın qiyməti verilib, düzdür. f0 bərabərdir 3. fx ilə gx qarşılıqlı tərs olduğu üçün sıfırda aldığı, yəni f funksiyasının sıfırda aldığı qiymət 3'dürsə, c funksiyasının 3'də aldığı qiymət buradakı x-a bərabərdir, yəni 0'a. Və yaxud da bizə verilib f3 bərabərdir 9. Onda c funksiyası bunun tərsidir. Yəni c'də x-in yerinə mən bu 9'u qoysam, alacam buradakı x-in qiymətini. Yəni belə deyək də, tərsdirsə x-in y-in yeri bir-biri ilə dəyişir. Məsələn, burada 3x-in yerindədirsə, cx funksiyasında 3 y-in yerindədir. 9 burada funksiyanın qiymətidir, yəni y-dir, amma cx funksiyasında x-in yerindədir. Qısacası tərs funksiyası x ilə y-in yerini dəyişirsiniz. İndi C9'un qiymətini tapdım. Neçə oldu? 3. Deməli burada 3 yazacağıq biz. C9 3'dür. Qaldı burada mürəkkəb funksiya var. Yazılıb ki f mötərizədə f0. Yenə yazıram. F mötərizədə. F0'ın qiyməti baxın məlumdur. Neçəyə bərabərdir? 3'ə. Onda yazıram 3. Bu nə oldu? F3 funksiyasının qiyməti. F3 funksiyasının qiyməti də burada verilib. Neçədir? 9. Aha. Bunun qiyməti 9'dur. 9 üstəgəl C9'u tapmışam 3. 9 və 3'ün cəmi də 12. A variantı. 65-ci sual. ABCD rombunun 3 daxili bucağının cəmi 290 dərəcədir. Onun böyük bucağını tapın. Mən bilirəm ki, 4 bucaqların daxili bucaqlarının cəmi 360 dərəcə olmalıdır. İndi burada 3 bucağının cəmi 290'dırsa, 4-cü bucaq x olsa, 4'ünün cəmi nə olmalıdır? 360 dərəcə. X bərabərdir 70. Deməli rombun
İti bucağı 70'dir. Onda rombun kör bucağı neçə olacaq? 110 dərəcə. Çünki iti bucağı və kör bucağının cəmi 180 olmalıdır. Biri 70, digəri də 110'dur. Bizdən böyük bucağını istəyir, yəni 110 dərəcə. Y variantı. 66-cı sual. N-in neçə natural qiymətində 2n-6 ifadəsi n üstəgəl 5 ifadəsindən kiçikdir. Bərabərsizlik qurdum. İndi bərabərsizliyi həll edirəm. Dəyişənləri sol tərəfə yazıram. 2n-n kiçikdir 5 üstəgəl 6. Yəni n kiçikdir 11-dən. Deməli, n-in neçə natural qiymətində? Natural qiymət dediyi üçün 1-dən başlayır, 11'i almır. Ən sonuncu natural qiymətim 10'dur. Burada neçə ədəd var? 1-dən 10'a. 10 çıx 1 üstəgəl 1-dən hesablanır. Yəni 10 dənə. C variantı. 67-ci suala baxırıq. Çoxluğun elementlərindən təsadüfi olaraq biri seçilir və bu ədədin mürəkkəb ədəd olması ehtimalını tapın. Aha. Mən bilirəm ki, ehtimalın düsturu nədir? Məxrəcdə mümkün hallar, yəni bütün hallar. Burada cəmi neçə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Mümkün hallar 10'dur. Sürətdə isə əlverişli halları yazıram. Məndən nəyi soruşur? Deməli, bu ədəd mürəkkəb ədəd olsun deyir. Mürəkkəb ədədlərə baxaq. 4, sonra 8, 9, 10, 12 və 15. Cəmi deməli 6 dənədir. Əlverişli hallarım da 6 dənədir. Ehtimalım da oldu 0,6. D variantı. 68-ci suala baxırıq. Sinus 119 dərəcə A olarsa, kosinus 119'u A ilə ifadə edin. Mən bilirəm ki, sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa 1'ə bərabərdir. Buradan deməli kosinus ifadə ilə deyir, düzdür. Kosinus kvadratı alfa 1 çıx sinus kvadratı alfadır. Onda kosinus alfa bərabərdir. Kök altında 1 çıxılsın sinus alfa. Deməli, mən bu düsturdan istifadə edirəm. İndi alfanın yerində 119 dərəcədir. Kosinus 119 dərəcə bərabərdir. Kök altında 1 çıxılsın. Deməli, burada kvadratı yazmamışım. Aha. 1 çıxılsın sinus kvadratı alfa. Sinus alfa A'dır. Onda bunun kvadratda nə olacaq? A'nın kvadratı. Buraya yazıram. 1 çıx A kvadrat. Qaldı işarəsini təyin etmək. Mən bilirəm ki, burada sistemi çəkək, koordinatlar sistemini. X oxum kosinüsü da bilirəm ki. X, Y kimi yazaq yaxşı. X oxum kosinüs oxudur. 119 dərəcə. Bura qədər 90 dərəcədir. 90, daha sonra burada 180'ə qədərdir. İndi 119 hansı rübdədir? İkinci rübdə, düzdür. 90 və 180'in arasındadır 119 dərəcə. Baxıram burada. Kosinüsün işarəsini təyin edirəm X-a görə. Baxıram ki, bu ikinci rübdə X mənfidir. Deməli, kosinüs mənfi olmalıdır. Ona görə qarşısına mənfi yazıram. Baxıram hansı variantdır, o da A variantı. 69-cu sual. ABC üçbucağında deməli BK tənböləndir. AK 6, KC X, sonra BC X üstəgəl 2 və AB'də X üstəgəl 5 olarsa. BC'ni tapın deyir. Aha. Tənbölən varsa, tənböləndə əsas bir dənə qayda var idi, tənasüb, nisbətdə. Yəni, tənbölən BK-dır, düzdür. Onda AK-nın KC-yə nisbəti, AK hansı tərəfə bitişi idi? AB-yə, düzdür. AB-nin BC tərəfinin nisbətinə bərabərdir. İndi yerinə qoyaq. AK 6-dır. 6 bölünsün X bərabərdir. AB X üstəgəl 5'dir. Bölünsün BC, yəni X üstəgəl 2. Biraz sərkəsiz yazdım bir dəqiqə. X üstəgəl 2. Aha. İndi nə edirəm? Çarpaz vururam. X vurulsun X üstəgəl 5 bərabərdir. 6 vurulsun X üstəgəl 2. Bu da olacaq. X'in kvadratı üstəgəl 5x bərabərdir 6x üstəgəl 12. İndi burada bütün hədləri sol tərəfə keçirdirəm. Deməli, x kvadratı üstəgəl 5x çıx 6x çıx 12 bərabərdir 0. X kvadratı çıx x çıx 12 sıfıra bərabərdir. Baxıram, tənlik çevrilmişdir, çünki əmsal 1'dir. Onda viyetə görə tənliyin köklərinin cəmi 1'ə bərabərdir. Köklərinin hasili isə sərbəstdir, yəni mənfi 12'yə bərabərdir. Bu da hansı ədədlərdir? Mənfi deməli
3 və müsbət 4-dür. Çünki toplayanda cəmli olmalıdır müsbət 1. Mənə deyir BC-ni tap. Aha, mən bilirəm ki, ümumiyyətlə burada x nədir? Uzunluq. Onda mənfi ola bilməz. Deməli x neçəymiş? 4. X 4-dür. BC-ni istəyir bizdən. BC x üstəgəl 2-dir. Yəni 4 üstəgəl 2. 6 olacaq. D variantı. 70-ci sual sadələşdirin deyir. Deməli, birinci sürətdə 2 vurğunu ortaq vuruq kimi kənara çıxardıram. 2 vurulsun. X kvadratı çıx 9. Bölünsün. X çıxılsın 3. Üstəgəl 1 minus 2x bərabərdir. 2 vurulsun. Kvadratlar fərqi ilə açıram bunu. Çünki 9 nədir? 3'ün kvadratı düzdür. Yəni buradan göstərək. X kvadratı çıx 3'ün kvadratı. Bu da müxtəsər vurma düsturu ilə x çıx 3 vurulsun. X üstəgəl 3'dür. İndi gətirib yerinə qoyub yazıram. X çıx 3 vur. X üstəgəl 3. Bölünsün. X çıxılsın 3. Üstəgəl 1 minus 2x bərabərdir. Burada x çıx 3 vuruğum ixtisar gedir. 2x üstəgəl 6 üstəgəl 1 çıx 2x bərabərdir. Müsbət 2x və mənfi 2x islah gedir. Cavabımız olur 7. Yəni Y variantı. 71-ci sual. Tam hissələrinin cəmini tap. Birinci kök altında 21'ə baxaq. Kök altında 21. Kök altının dərəcəsi yazılmayan 2'yi də bilirəm ki. Hansı iki ədədin arasındadır? Kök altında 16 və kök altında 25'in arasındadır. Deməli, buradan tam hissə nə çıxacaq? 4 tam onda neçəsə çıxır? Təxmin 4 onda 1 yazaq həmişə. Tam hissə neçədir? 4. Birincinin tamını tapdım ki 4. İndi 3-cü dərəcədən 21 verilibdir. 3-cü dərəcədən 21 hansı ədədlərin arasındadır? 3-cü dərəcədən 27'dən kiçikdir. Onda bir də 3-cü dərəcədən 8 yazaq bura. 8'dən də böyükdür. Buradan 3 çıxır, buradan da 2 çıxır. Deməli bu 3'dən kiçikdir, amma 2'dən böyükdür. Təxmini 2 tam onda neçəsə çıxır? 1 yazaq. 2 onda 1. Tam hissəm neçə oldu? 2. 4 və 2'nin cəmi. O da olacaq 6. 72-ci sual. Bucaqları ədədi silsilə əmələ gətirən düz bucaqlı üç bucağın kiçik medianı 4,5 cm olarsa, hipotenuzunu tapın. Bucaqları ədədi silsilə əmələ gətirən düz bucaqlı üç bucaq 30 dərəcə, 60 dərəcə və 90 dərəcədir. Fikir verin, 30-30 artır. Ədədi silsilə əmələ gətirir. Deməli, düz bucaqlı üç bucağın bucaqları 30 dərəcə, 60 dərəcə və 90 dərəcədir. İndi bizə deyir ki, kiçik median 4,5 cm-dir. Mən burada tapmalıyam ki, kiçik median hansı tərəfə çəkilib? Onu tapmaq lazımdır. Gəlin belə yazaq. 30, 60, 90 üç bucağında 30'un qarşısında duran katet x olsa, hipotenuz onun 2 mislidir, yəni 2x-dir. Və 60'ın qarşısındakı katet kökdə 3 mislidir, yəni x kökdə 3 olacaq. Tərəflər tapdıqdan sonra hər birinə çəkilmiş medianları tapaq. Məsələn, bir dəfə, gəlin buradan göstərim, biraz şəkili böyük çəkim. 90, bura olsun 60, burada olsun 30. Deməli, gəlin bir dəfə 30'un qarşısında duran katətə median çəkirəm. Median nədir? Tərəfi yarı bölür. Tərəf nə idi əvvəl? X idi. Yarı bölünəndə necə olur? X böl 2, x böl 2. Deməli, oturacaqdakı katetim, yəni 60 dərəcənin qarşısındakı katetim neçədir? X kökdə 3. Bunu da olduğu kimi yazıram. İndi mən buradan bura bir M yazıram. Həmin medianı gəlin tapaq. Baxıram, burada necə bir üç bucaq var? Düz bucaqlı üç bucaq var. Burada deməli, bu kiçik düz bucaqlı üç bucağımda hipotenuz nədir? M. Onda M bərabərdir. Kök altında katetlər x böl 2'nin kvadratı, yəni x kvadratı böl 4. Üstəgəl x kökdə 3'ün kvadratı, yəni 3x kvadratı bərabərdir. Kök altında 4'də 13 x kvadratı. Bu da belə olacaq da. Deməli, x böl 2 kök altında da 13 qaldı. Bu oldu bizim deməli hansı tərəfə çəkilmiş medianımız? 30'un qarşısında olan. İndeksini 30 yazıram. Deməli, 30'un qarşısında olan medianın uzunluğudur bu. İndi eyni qaydada
60'ın qarşısındakı katete çəkilmiş medianı tapaq. Yine şəkli çəkirəm buradan. Bura 60 dərəcə idi. 90. Burada 30. İndi 60 dərəcəli təpə bucağından bir dənə median çəkirəm. Bu olsun M. Median nedir? Tərəfi yarı bölür. 60'ın qarşısında katet x kökdə 3 idi. Yarı bölünəndə x kökdə 3 bölünsün 2. X kökdə 3 bölünsün 2 olur. 30'un qarşısındakı katet x idi. Olduğu kimi qalır. İndi yenə burada kiçik bir üç bucaq var. Bu üç bucaqda Pifagor tətbiq edib median tapıram. M indeksini 60 yazaq. Bərabərdir. Deməli, x-in kvadratı kök altında. Üstə gəl, x kökdə 3'ün kvadratı bölünsün 2. Deməli, 3x kvadratı, 2'nin də kvadratı 4. Bu da olacaq kök altında 4'də 7. Düzdür? 7x kvadratı. Bu da bərabərdir. X bölünsün 2 kök altında 7. İndi isə gəlin, deməli burada hipotenuza çəkilmiş mediana baxaq. Biz bunu düstur olaraq bilirik artıq. Hipotenuza çəkilmiş median hər zaman hipotenuzun yarısı olur. Burada hipotenuzum nədir? 2x. 2x bölünsün 2 ilə bizə x verəcək. İndi burada müqayisə aparsaq, görərik ki, burada hətta gərək 2'ni mən kənara çıxartmazdım. Baxın, məsələn, bunu belə yazaq. X kök altında 2'ni içəri salaq. 13 böl 4 olacaq, düzdür? Burada da x saxlayaq, amma 2'ni içəri salaq. Kök altında 7 böl 4. İndi burada fikir verin. Burada x vurulsun 1'dir. Amma burada məsələn 13 böl 4. 3 tam neçəsə verir, düzdür? 3 tam 4'də 1. Kök altından da çıxanda yenə də 1'dən böyükdür. Həmçinin burada da 7 böl 4. 1 tam 4'də 3'dür. Kök altından çıxanda da yenə 1'dən böyükdür. Yəni bu da 1 tam ondan neçəsə verəcək. Kökdən çıxanda bu da 1 tam ondan neçəsə verir. Amma bu 1'dir. Deməli ən kiçik median hansıdır? Hipotenuza çəkilmiş mediandır. MC yəni kiçik median 4/5'dir. Deməli 4/5 bərabərdir C bölünsün 2'yə. Buradan da C yəni hipotenuzun 4/5 vurulsun 2'dir. Yəni 9. O da B variantı. 73-cü sual. Y bərabər mx çıx 6 düz xətti üzərindəki A nöqtəsi absis oxuna nəzərən B nöqtəsinə simmetrik olarsa M-i tapın. Əgər bizə absis oxuna nəzərən simmetrik olan nöqtə deyirsə, bizə verilən XY nöqtəsi absisə nəzərən simmetrik olanda x dəyişməyəcək. Yəni x olduğu kimi qalır. Amma y əksinə çevrilir. Mənfi y olub. Və həmin bax bu x mənfi y B nöqtəsinə bərabərdir. Yəni 2 mənfi 3-ə. Onda belə çıxır ki, bizim x-imiz 2 imiş. Y-imiz də mənfi y mənfi üstdürsə, mənfi y mənfi üstdürsə, y də 3-ə bərabər imiş. Deməli aşağıdan yazaq. X, y yəni 2-3 nöqtəsi imiş. Bizim A nöqtəmiz yəni 2-3 nöqtəmiz həmin bax bu düz xəttin üzərindədir. Deməli y-in yerinə 3 qoyuram. 3 bərabərdir. M vurulsun x. X-in yerinə 2 qoyuram. Çıxılsın 6. Buradan 2m bərabərdir 9. M də bərabərdir 9 böl 2. Yəni 4/5 Y variantı. İndi isə 74-cü sualdan başlayaraq açıq sualları izah edəcəm. Açıq sualları keçməzdən öncə sizdən kiçik bir xahişim var. Əgər hələ kanalıma abunə deyilsəniz, kanalıma abunə ola bilərsiniz. Bu sizin üçün kiçik bir addımdır, amma mənim üçün böyük bir motivasiyadır. Hətta əgər mümkün olsa, dostlarınıza, tanışlarınıza da kanalımı tövsiyə edə bilərsiniz. Abunə olan hər kəsə bir daha təşəkkür edirəm. İndi isə gəlin sualların izahına başlayaq. Deyir ki, x1 eksi 2 kökəndir. Əgər x1'də 1 x2'də 1-dən 5 və a sayıda 10 olarsa a və a-sını tapın deyirlər. Ən birinci burada x1'də 1 eksi 2'də 1 orta vəziyyətdə yazaq. x1 vurulsun x2. Burada mərkəzə yazılmışam x2, onu sürekli 1'də vururam x2. Üstə gəlsin. x2'də vururam x1'ə, altına xətt olsun. Təmsil sürekli 1'də vururam x1'ə. İndi baxam şahidi rafı x1'də x2 hasil. Sürekli topluyorum. x2 üstə gəlir x1. Bərabərdir 5'ə. Üstə deyir ki, a üstə gəlir 12. Burada baxam ki, mənə bir kvadrat tənlik. X kvadratın əmsalı nədir? 1. Onda çevirmiş kvadrat tənlik. Mən burada bir təqdir edirəm. V-yə görə x1 və x2 yəni tənlik kökənin hər zaman mənfi olur. B də x əmsalı. Bu x əmsalı mənfi. Mənfi a-nın əksini olacaq. A. Daha sonra kökənin hasil x1 bölü x2. Sərbəst z olur. Burada sərbəst z ilə B işarə edilir. Mən yazıram bərabərdir B-yə. İndi gətirirəm A və B-ni yerinə qoyuram. C-min yerinə yazıram A. Məxrəc hasildir. Hasilin yerinə də B yazıram. Bərabərdir 5'ə. Buradan da çarpaz vursaq, A vurulsun 1, yəni A bərabərdir 5B-yə. Bax bunu, bax bu əvəzləməni gətirib qoyuram burada.
A üstəgəl B-də. A-nın yerinə yazıram 5B. B-nin olduğu kimi üstəgəl B bərabər 12. Buradan 6B bərabər 12. Deməli B-də neçəymiş? 2. B-ni 2 tapdım. Getirirəm, qoyuram yerinə. 5 vurulsun 2. A da 10'a bərabəriymiş. Mənə deyir A vur B-ni tap. Düzdür. A-nı tapmışam 10. B-ni tapmışam 2. Hasilimdə neçədir? 20. Cavabımız olur 20. 75-ci sual. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan birinin 20%, digərinin 70%-nə bərabərdir. Kiçik bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar üçün iki hal var. Ya həmin bucaqların cəmi 180 dərəcə olmalıdır, ya da ki, həmin bucaqlar bir-birinə bərabər olmalıdır. Baxıram ki, bunlar bir-birinə bərabər deyil. Çünki birinin 20%, digərinin 70%-nə bərabərdir. Onda bu birinci haldır. Yəni cəmi 180 olmalıdır. İndi mənə deyir ki, bucağın birinin 20%, bucağın biri olsun x, digəri də olsun y. Birinin 20%, yəni 20 vur x böl 100 bərabərdir digər y-in 70%-nə, vur 70 böl 100. Yüzlər hər tərəfdən ixtisar gedəcək, həmçinin sıfırlarda. Nə alındı? 2x bərabər 7y. Buradan x bərabərdir 7k-ya, y də bərabərdir 2k-ya. X və y-in cəmi neçə olmalıdır? 180. Yəni 9k bərabərdir 180, k da bərabərdir 20. Gətirib yerinə qoysam 7 vur 20 140 dərəcə, 2 vurulsun 20 40 dərəcə. Məndən kiçiyini istəyir. Kiçiyi də neçəymiş? 40 dərəcə. 76-cı sual sadələşdirin deyir. Bu trigonometriya sualıdır. Gəlin buradan bir dənə mən rübləri göstərim. Rüblərlə işləyəcək. Çünki mən bilirəm ki, x oxum kosinusdur. Bura kosinus yazıram, burada sinus yazıram. Və rüblər dərəcələr necədir? Bura 0 dərəcədən başlayır. Bura pi böl 2-dir, yəni 90 dərəcə. Pi bölünsün 2. Sonra 180, yəni pi 270. 3 pi böl 2. 0 və ya 2 pi gedir də bura. Burada 2 pi. İndi sinus pi böl 2 çıx alfa. Pi böl 2-də ad dəyişir. Sinus yox, kosinus olacaq. Gəlirəm indi işarəyə görə. Pi böl 2-yə gəldim. Çıxılsın alfa deyir. Çıxma zamanı saat əqrəbi istiqamətindədir. Çıx alfa saat əqrəbi istiqamətində sağa doğru gəldim. Neçənci rübdəyəm? Birinci rübdəyəm. Birinci rübdə sinusun işarəsi nədir? Müsbət. İndi mən kosinus alfa yazıramsa bura, kosinus alfa da müsbətdir. İşarə olduğu kimi qaldı. Heç nə dəyişmir. Sonra kosinus pi çıx alfa yazıb. Pi zamanı ad dəyişməyəcək. Kosinus veribsə mən də kosinus yazacağım. Kosinus alfa yazıram. Pi çıxılsın alfa. Pi buradadır. Çıx alfa deyir. Bu deməli bu zaman belə deyil. Saat əqrəbi istiqamətində. Yəni saat əqrəbi istiqamətində gəlirəm. Gəldim neçənci rübə düşdüm? İkinci rübə. Kosinus ikinci rübdə necədir işarəsi? Mənfidir, düzdür. Bunun işarəsi mənfidir. Mən nə yazmışam? Kosinus alfa. Kosinus alfa müsbətdir. Mənfi olması üçün qarşısına nə yazıram? Çıxılsın yazıram. Daha sonra davam edirəm. Deməli, gəlin bunu aşağıdan yazaq yoxsa. Neysə yazaq. Mənfi tangens 3 pi böl 2 üstə gəl alfa yazıblar. 3 pi böl 2'də olduğu kimi ad dəyişəcək. Tangens verilibsə mən nə yazacağım? Kotangens yazacağım. Deməli, mənfi kotangens alfa yazacağım. İndi baxıram 3 pi böl 2 buradadır, düzdür. Üstə gəl alfa deyir. Toplama zamanı saat əqrəbi istiqamətində yox, saat əqrəbinin əksinə gedəcəm. Yəni, gəlirəm düşürəm 4-cü rübə. 4-cü rübdə də tangensin işarəsi nədir burada? Biri müsbətdir, biri mənfi. Tangens də sinus böl kosinusdur. Yəni mənfi böl müsbət. Deməli tangensin işarəsi mənfiymiş. Mən kotangens alfa yazmışam. Bu müsbətdir. Mənfi olması üçün qarşısına bir dənə də mənfi yazıram. Vurulsun tangens alfa. Tangens alfa. Kosinus alfa çıx, kosinus alfa sıfıra gedir. Mənfinin qarşısında bir dənə də mənfi var. Bu oldu bizdə müsbət. Kotangens alfa vur tangens alfa da mən bilirəm ki, düsturdur. Mənə 1 verir. Cavab oldu nə? Müsbət 1. Yəni elə 1 yazacaqsınız. 77-ci sual. Yan tərəfi 15 cm və oturacağının biri digərindən 4 dəfə böyük olan bərabər yanlı trapeziyanın daxilinə çəkilmiş dairənin radiusunu tapın. Yan tərəflər 15-dir. Bərabər yanlı olduğu üçün bir-birinə bərabərdir. Oturacağının biri digərindən 4 dəfə böyükdür. Yəni bura x-dırsa,
oturacaq, yəni böyük oturacaq 4x-də. Yadınızda saxlayın. Əgər çevrənin xaricinə 4 bucaqlı çəkilibdirsə, onda qarşı tərəflərin cəmi, yəni 15 ilə 15-in cəmi 15 üstəgəl 15 bərabərdir. X üstəgəl 4x-a. Yəni 30 bərabərdir 5x-a. X də bərabər imiş 6-ya. Demək ki, kiçik oturacağımız 6-dır, böyük oturacağımız 24-dür. Mənə deyir ki, bu dairənin radiusunu tapın. Mən buradan bir dənə hündürlük endirirəm. Hətta bir dənə yox, 2 dənə endirirəm. Bərabər yanlıq olduğu üçün bu trapeziya, buradakı kiçik parçalar bir-birinə bərabərdir. Yəni, bura A-dırsa, burada A-dır. Kiçik oturacaq 6-dırsa, bax, bu hissəm 6-dır. Normalda 24 oturacaq, düzdür. Yəni, A üstəgəl 6 üstəgəl A bərabər olmalıdır 24-ə. Onda buradan 2A bərabərdir 18-ə, A da bərabərdir 9-a. Deməli, bura neçəymiş? 9, düzdür. Burada əmələ gələn hündürlüyü ilə bir yerdə bir dənə kiçik 3 bucaq var. Düz bucaqlı 3 bucaq. Baxın, buradan göstərir. Deməli, 9, 90 dərəcədir. Burada 15-dir. Burada hündürlükdür, H. Bax, mən bu H tapa bilərəm. Gəlin aşağıdan yazaq, yer olmadı. H bərabərdir. Kök altında 15-in kvadratı çıx, 9-un kvadratı. Kök altında 144-dən də 12 çıxacaq. Deməli, hündürlük 12-dir. Məndən bunun deməli, radiusunu istəyir. Burada fikir versəz, diametr də bizdə hündürlükdür. Diametr bərabərdir hündürlüyə. Diametrdə nədir? 2R düzdür, yəni 2 radius. Onda H əgər 2R-ə bərabərdirsə, radius da H-ın, yəni hündürlüyün yarısıdır. Hündürlüyüm neçədir? 12. 12-ni də bölürsən 2-yə, cavabımız olur 6. 78-ci suala baxırıq. Bağını müxtəlif rəngli 6 karandaşı 3 dost arasında bərabər olmaqla neçə üsulla bölə bilər? 6 müxtəlif rəngli karandaş var. Birinci karandaşım A olsun, ikincisi B, C, D, Y, F. 6 dənə karandaş var. 3 dost arasında bölür, düzdür. Birinci dost, ikinci dost, üçüncü dost. Hər birinə 2 dənə karandaş verəcək bərabər olması üçün, düzdür. Aha. İndi birinci ilk 2 karandaşı mən, cəmi neçə karandaş var? 6. Kombinizon 6-dan 2 üsulla seçirəm. Vurulsun. Nəyə görə vururam? Çünki eyni anda paylayır. Eyni anda baş verdiyi üçün vurulsunla yazırıq. Vurulsun. Kombinizon. 2 dənə karandaşı artıq seçmişəm. Geriyə neçə dənə karandaş qaldı? 4 dənə. Bu səfər kombinizon 4-dən 2 ilə hesablayıram. Vurulsun. Yenə 2 dənəsi getdi. Geriyə sadəcə 2 dənə karandaş qaldı. Həmin 2 karandaşı artıq mən seçmirəm də məcburam ki, 3-cü dosta verim. Düzdür? Yəni bu 1-dir. Ehtimalı 1-dir. İndi mən bunu hesablayıram. Bərabərdir. Kombinizon 6-dan 2. Yəni 6 faktorial bölünsün 4 faktorial, vurulsun 2 faktorial. Vurulsun. Burada kombinizon 4-dən 2. 4 faktorial bölünsün 4 çıx 2, yəni 2 faktorial və vurulsun 2 faktorial. 4 faktorialla 4 faktorial ixtisar gedir. İndi 6 faktorialı mən 2 faktoriala böləndə 1 vur 2 getdi də, yəni burada qaldı 3 vur, 4 vur, 5 vur 6 bölünsün 2 vurulsun 2. Aha. 2 vur 2 4 verir. 4 ilə getdi. Cavabımız olur 3 vur 5 vur 6. 15 vur 6 da 90. Deməli cəmi neçə üsulla? Yəni 90 üsulla bölə bilər. İndi isə baxırıq ətraflı suallara. 79-cu sual. ABCD paralleloqramının A və D bucaqlarının tən bölənləri 6 cm və 8 cm olub, paralleloqramın BC tərəfi üzərində kəsişirlər. Paralleloqramın sahəsini tapın. Bir dənə şəkil çəkirəm. Paralleloqramı çəkək. Deməli, A, B, C və D. A və D bucaqlarının tən bölənləri BC tərəfinin üzərində kəsişirlər. Aha. Deyir ki, tən bölənlərin uzunluğu da 6 və 8 cm-dir. 6 və 8. Paralleloqramın sahəsini istəyir bizdən. Biz bilirik ki, paralleloqramın tən bölənləri əgər BC tərəfinin üzərində kəsişirsə və yaxud da ki, heç BC-nin üzərində olmasa, daxil olmasında da olsa, 90 dərəcə altında kəsişirlər. İndi burada mən bir dənə bura F desəm,
AFD üç bucağına baxıram. Düz bucaqlı üç bucaqdır. Onda AD Pifagora əsasən kök altında 6'nın kvadratı üstə gəl 8'in kvadratı olacaq. Buradan da 10 çıxır. Deməli AD bərabərdir 10'a. Məndən paralelogramın sahəsini istəyir. Bir tərəfi məlumdur və mənə sahəni tapmaq üçün nə lazımdır? Sahə düsturum A vurulsun HA'dır. Yəni AD tərəfindən çəkilmiş hündürlük lazımdır. Bir dənə hündürlük çəkirəm. İndi baxıram ki, düz bucaqlı üst bucaqda, düz bucaq təpəsindən hipotenuzla çəkilmiş hündürlükdür. Bu düzdür. Hündürlüyün də düz bucaqlı üst bucaqda düsturu var. Katetlərin hasili bölünsün hipotenuz. 6 vur 8 böl 10. Yəni 4,8. İndi sahəni tapıram. A vurulsun, yəni 10 vurulsun. 10 tərəfindən çəkilmiş hündürlük 4,8. Bu da olacaq 48. 80-ci sual. AN ədədi silsiləsində 6-cı həddi 2-ci həddə böldükdə qismətdə 2 alınır. Yəni A6 bölünsün A2 bərabərdir 2-yə. 7-ci həddi, yəni A7 bölünsün 3-cü həddə deyir A3 bərabər natamam qismət 2, qalıqda 5 alınır. Bizdən də istəyir A5'i. A5 bərabərdir sual. İndi burada biz nə yaza bilərik? Hər birini əvəz eləyək də biz. Gəlin belə yazaq. A6 nəyə bərabərdir? A1 üstə gəl 5 deyə, düzdür? İndi yazıram. A1 üstə gəl 5'dir. Bölünsün A2. Dəqiqə bölünsün sərgəli yazdım burada. Bölünsün A2 yazacağım. A2 nəyə bərabərdir? A1 üstə gəl D'yə. A1 üstə gəl D. Bərabərdir 2. 2'nin də məxrəci 1'dir. İndi mən burada çarpaz vursam nə alınır? 2A1 üstə gəl 2D bərabərdir A1 üstə gəl 5D'yə. Burada A1'ləri bir tərəfə yığsam A1 bərabərdir 3D'yə. Bunu aldım. İndi bundan istifadə eləyəcəm. İndi baxıram burada ikinciyə. Yazmışam A7 böl A3 bərabərdir 2, qalıqda 5'ə. Burada qalıqlı bölmədir. Bölünəni tapmaq üçün nə edirik? A7 bərabərdir. Natamam qismət, yəni 2 vurulsun bölən, yəni A3 üstə gəlinsin qalıq. Deməli mən A7'ni bu şəkildə tapmalıyam. İndi A7'nin əvəzinə A1 üstə gəl 6D yazıram. Ədədi silsilədən biz bunu bilirik. A1 üstə gəl 6D bərabərdir 2 vurulsun A3'ün yerinə A1 üstə gəl 2D yazıram. Üstə gəlinsin 5. İndi buradan vurub atsam A1 üstə gəl 6D bərabərdir 2A1 üstə gəl 4D üstə gəl 5. Daha sonra D'ləri sol tərəfə yığsam 2D bərabərdir A1 üstə gəl 5'ə. Mən bayaq buradan A1 bərabərdir 3D əvəzləməsini almışdım. İndi burada A1'in əvəzini 3D yazacaq. Yəni 2D bərabərdir. A1 yox 3D yazıram. Əvəzləmə eləyirəm. Üstə gəlinsin 5. Deməli buradan D bərabərdir -5'ə. Mən burada silsilə fərqini artıq tapdım. Neçədir bu? D bərabər -5. İndi mən burada A5 tapmalıydım. Düzdürmü? A1'i gəlin tapaq. A1 bərabərdir 3 vurulsun D. D'nin yerinə -5 yazıram. Deməli A1 bərabər imiş -15'ə. İndi A5'i tapmaq üçün A5 bərabərdir A1 üstə gəl 4D'yə. Yəni A1 neçə idi? -15. -15 üstə gəl 4 vurulsun D. D də -5'ə bərabərdir. Cavabımız olur. -15 çıx 20, yəni -35. 81-ci sual. Tənliklər sistemindən x, y hasilini tapın. Birinci tənliyimi vurub açıram. Nə alınacaq? X vurulsun y. Üstə gəl. X vur 2, yəni 2x. Üstə gəl. 2y üstə gəl 4. Bərabərdir 12'yə. Buradan x, y üstə gəl. 2'ni ortaq vuruq kimi kənara çıxardıram. 2 vurulsun. X üstə gəl y. Bərabər 4'ü keçirdirəm digər tərəfə. 12 çıx 4. X, y üstə gəl. 2 vurulsun. X üstə gəl y-in qiyməti məlumdur. Neçədir? 3. Yazıram vurulsun 3. Mötərizəyə ehtiyac yox ödəsinə. Nəysə. Bərabərdir 8'ə. X, y bərabərdir
8, 2 vur 3-nə verir 6. Digər tərəfə keçəndə də çıx 6 olacaq. Yəni 2. Deməli, x vur y neçəyə bərabər imiş? 2-yə. 82-ci suala baxıram. A parametrinin hansı qiymətlərində ifadəsi yalnız mənfi qiymətlər alır? Bu bizdə bilirik ki, kvadratik tənliklərdən əgər kvadratik tənlikdə x kvadratın əmsalı mənfi olsa, həmçinin diskriminant da mənfi olsa, ifadə yalnız mənfi qiymətlər alır. Baxıram ki, burada mənfi 2-də əmsal. Bu mənfidir. Yəni, x kvadratın əmsalı mənfidir. Bu şərt ödənir. Diskriminant mənfi olmalıdır. Diskriminant bərabərdir. B kvadratı, yəni x-in əmsalı mənfi a-nın kvadratı, a kvadratı çıxılsın 4 vurulsun, a vurulsun c idi. A bizdə x kvadratın əmsalı idi düsturda, yəni mənfi 2 vurulsun c, c-də sərbəst həddi idi. Burada sərbəst həddi nədir? Mənfi a vurulsun mənfi a bərabərdir. İndi baxaq görək nə alınır? A-nın kvadratı çıxılsın 8a alınır. Diskriminant mənfi olmalıdır. Yəni a kvadratı çıx 8a kiçikdir 0 yazıram və bu bərabərsizliyi həll etməliyim. Burada da a vurulsun, a çıxılsın 8 0-dan kiçik olmalıdır. Ədəd oxunda göstərsəm 0 və 8 intervalla müsbət, mənfi və müsbət. Mənfi olan aralıq hansı aralıqdır? 0-dan 8-ə. Mənə deyir A parametrin hansı qiymətlərində? Cavabımız olacaq 0-dan 8-ə. X aiddir 0-dan 8-ə. Bax, cavabımızı bu şəkildə yazırıq. 83-cü sual. Qabda 5 alma və 3 armud var. Bu meyvələrdən təsadüfi olaraq 3-ü seçilir. Meyvələrdən ən azı ikisinin alma olması hadisəsinin ehtimalını tapın. Deməli, ehtimalını gəlin birinci biz məxrəcini tapaq. Məxrəc ümumi haldadır. Yəni, cəmin üstünə meyvə seçibdir. 3 meyvə seçib. Deməli, məxrəcimiz kombinizon 8-dən 3 olacaq. Mümkün hallar. 8 meyvə var. 3-ünü seçib. Məxrəc olacaq 8-dən 3. İndi isə sürət tapmalıyam. Sürət üçün deyir ki, bu meyvələrdən ən az ikisinin alma olması hadisəsi. Ən az ikisi almadırsa, bu şəkildə ola bilərdi. Yəni, 2 dənə alma, bir dənə armud. Ən az ikisi almadı. Və yaxud da, və ya deyəndə ehtimalda nə edirdik? Toplayırdıq hadisələri. Və ya 3-ü də alma olsun. 3-ü də alma olanda onsuz da ən az ikisi alma olmuş sayılır, düzdür? Yəni, mən 2 dənə ehtimal toplayacağım. Kombinizon 2 alma deyirəmsə, kombinizon almaların sayı 5-dir. 5-dən 2. Həmçinin bir dənə də armud var. Eyni anda olduğu üçün vurulsun yazıram. Vurulsun. Kombinizon 3 armud olduğu üçün 3-dən 1. Və ya hadisəsi olduğu üçün toplayacağıq. Yəni, üzərinə gəlinsin. 3 dənə alma seçmişəm. Kombinizon 5 alma var. 5-dən 3 bərabərdir. İndi gəlin bunu bu tərəfdə göstərək. Kombinizon 5-dən 2. 5-dən 2 vurulsun. Kombinizon 3-dən 1 bərabərdir. 5 faktorial bölünsün. 5 minus 2, yəni 3 faktorial vurulsun 2 faktorialın özü. Vurulsun kombinizon 3-dən 1, yəni 3 faktorial bölünsün 3 çıx 1, 2 faktorial vurulsun 1 faktorial. Bərabər olacaq nəyə? 3 faktoriallar burada getdi. Nə qaldı? 5 faktorial 1 vur, 2 vur, 3 vur, 4 vur, 5-dir. Məxrəcdə də 2 faktorial, yəni 2 vurulsun 2. 2 vur 2, 4-dür. 4-lə getdi. Cavabımız oldu burada neçə? 30. Deməli, 30 üstə gəl. Kombinizon 5-dən 3. Kombinizon 5-dən 3 bərabərdir. 5 faktorial böl. 3 faktorial vur 2 faktorial. Bu da bərabərdir. 4 vur 5 bölünsün 2. Yəni 10. Üzərinə gəlinsin 10. Məxrəc kombinizon 8-dən 3-dür. Kombinizon 8-dən 3. Yəni 8 faktorial bölünsün. 8 çıx 3. Yəni 5 faktorial vurulsun 3 faktorial. Burada qaldı 6, 7, 8 bölünsün 3 faktorial da mənə 6 verir. 6'lar getdi. Nə oldu? 56. Məxrəc oldu 56. Deməli, cavabımız olur 56'da 40. İxtisar aparsam burada
8-ə. Sürətdə olacaq 5, məxrəcdə olacaq 7. Ehtimalım 7-də 5 olacaq. 84-cü sual. Şəkildə verilən ABCD kvadratında CL 30, LD 10 cm, deməli, bura 10'dur, bura 30'dur. DM B'yə perpendikulyardır, yəni 90 dərəcədir. AB MD dörtbucaqlısının sahəsini tapın. Deməli, gəlin birinci biz ABCD kvadratının sahəsini tapaq. SABCD bərabərdir. Kvadratın sahəsi tərəfin kvadratına bərabərdir. Bir tərəfin uzunluğu 10 və 30'un cəmi, yəni 40'dır, düzdür. Onda 40'ın kvadratı olacaq 1600. Deməli, ABCD kvadratının sahəsi 1600'dür. İndi biz, baxın, bizdən istənilən ABMD dörtbucaqlısının ABMD. Bax, bu dörtbucaqlısının sahəsini tapmaq üçün mən neyəcəm? Birinci ABLD, yəni SABLD. Bu dörtbucaqlının üzərinə əlavə etməliyəm LMD üçbucağının sahəsini. SLMD. Yəni iki fiqurun sahələrini toplasam, AMD'ni, yəni bizdən istədiyi dörtbucaqlının sahəsini tapacağım. Birinci buradan biz ABLD dörtbucaqlısının sahəsini tapmalıyıq. ABLD. ABLD'nin sahəsini tapmaq üçün ABCD kvadratından sahəsindən çıxıram BCL üçbucağının sahəsini. BCL'nin sahəsini. ABCD'nin sahəsi məlumdur. 1600'dür. İndi BCL'nin sahəsini tapıram. Kvadratın bir tərəfi 40'dır. Onda BC də 40'dır. Bu BCL üçbucağı düzbucaqlı üçbucaqdır. Və düzbucaqlı üçbucağın, yəni BCL üçbucağının sahəsi katetlərin hasilinin yarısıdır. 40 vur 30. Bu da bərabərdir. 2'yə ixtisar gedir. 20 vur 30, yəni 600. Deməli 600 çıxıram. Bərabərdir 1000'ə. Aha. Deməli mən ABLD'ni tapdım. Neçə oldu? 1000. 1000 üstə gəl, qaldı bir dənə LMD'nin sahəsini tapmaq. İndi fikir verin burada. Baxıram ki, üçbucaq BCL və LMD. Burada hər ikisində də L təpə nöqtəsi var. Yəni bura alfadırsa, burada alfadır. En qalı 90 dərəcədə var. İki bucaq eynidir. Hətta digər bucaq da eynidir. Əgər üç bucaq da eynidirsə, deməli bu iki üçbucağımız, yəni BCL və deməli LMD. İki üçbucaq bir-biri ilə oxşardır. Oxşar olduqlarına görə biz burada deməli sahələrin nisbətini, yəni S1 bölünsün S2 bərabərdir tərəflərin nisbətinin kvadratına. Bax, bu nisbətdən istifadə edəcəyik. Nəyə görə oxşardır? Bir daha deyirəm. Bizim normalda əlamətlərimiz var. İndi burada da bucaq əlaməti var. Çünki qarşılıqlı bucaqlar var. Alfa, alfa, həmçinin 90 dərəcə var. O zaman avtomatik CBL bucağı ilə də LDM bucağı bir-birinə bərabərdir. Çünki iti bucağının biri alfadırsa, digər bucaqlar eyni olmalıdır ki, cəmi 90 olsun da, düz bucaqlı üç bucaqdır axı. Üç bucaqlarımız artıq oxşardır. Oxşarlığa görə mən tətbiq edirəm. Deməli, gəlin belə yazaq. SLMD bölünsün SBCL bərabərdir. LMD'nin üzərində hər hansı bir tərəfi götürək. Məsələn, LD tərəfi 10'dur, düzdür. 10 bölünsün. LD hansı bucağın qarşısındadır? M bucağının, yəni 90 dərəcənin qarşısındadır. Onda mən BCL üç bucağında da 90'ın qarşısında olan tərəfi götürməliyim. 90'ın qarşısındakı tərəf BL'dir, düzdür. Yazıram bura BL. BL'in nəyi olacaq? Kvadratı. Mən BL də bilmirəm. Onda BL tapmalıyım. BL də burada düz bucaqlı üç bucaq olduğu üçün hipotenuzdur. Yəni BL bərabərdir. Kök altında 40'ın kvadratı üstə gəl 30'un kvadratı. Bu da olacaq 50. İndi yazaq. Deməli 10 bölünsün 50'nin kvadratı. Sıfırlar ixtisar gedir. Bu da olur 1 bölünsün 25. İndi
Deməli, LMD bölünsün SBCL. BCL-in sahəsini tapmışdıq. Baxın, 600 idi. Gətirib qoyuram yerinə. SLMD bölünsün. BCL 600 idi. 600 bərabərdir 1 bölünsün 25'e. Buradan SLMD bərabərdir. Deməli, 600 bölünsün 25'e. Bu da bərabərdir 2 dəfə, bir də 4 dəfə, 24. Deməli, LMD-nin də sahəsini tapdım. 24 gətirirəm, qoyuram yerinə. Bu da olur 1024. Cavabımız olacaq 1024. 85-ci suala baxırıq. Əkin sahəsini birinci və ikinci traktor birlikdə 4 saata, gəlin birinci olsun X, ikinci olsun Y, üçüncü olsun Z. Deyir ki, birinci və ikinci birlikdə 4 saat aşımlar. Yəni 1 bölü X üstəgəl 1 bölü Y bərabərdir 4'də 1'ə. Sonra ikinci və üçüncü traktor. Bunu da yazaq. 1 bölü Y üstəgəl 1 bölü Z bərabərdir 6'da 1'ə. Və deyir ki, deməli bir dəqiqə birinci və üçüncü, yəni 1 bölü X üstəgəl 1 bölü Z birlikdə 8 saat aşımlayır. Bir dəqiqə mən bunu 8'də 1 yazmalıydım. Bir saniyə. 8'də 1 yazaq. 8'də 1. Bizə nə deyir? Bu 3 traktor birlikdə işləsə əkin sahəsini neçə saat aşımlar? Yəni bizdən istədiyi 1 bölü X üstəgəl 1 bölü Y üstəgəl 1 bölü Z neçə saat aşımlayır? Məndən bunu istəyir. Mən baxın, buradakı 3 tənliyin üçünü də toplasam alt-alta nə alınacaq? 1 bölü X-dan 2 dəfə var, düzdür? Yəni 2 vurulsun 1 bölü X üstəgəl 1 bölü Y-dən 2 dənə var, yəni 2 vurulsun 1 bölü Y üstəgəl 1 bölü Z-dən də 2 dənə var, yəni 2 vurulsun 1 bölü Z bərabərdir. 2-ni ortaq vuruq kimi kənara çıxartsaq nə qalır? 1 bölü X üstəgəl 1 bölü Y üstəgəl 1 bölü Z bərabərdir. 4'də 1, 6'da 1 və 8'də 1'in cəminə. 4'də 1 üstəgəl 6'da 1 üstəgəl 8'də 1'in cəminə bərabərdir. Buradan deməli, gəlin bu cəmi hesablayaq. 4, 6 və 8'in əçobu nədir? 24, düzdür. Aşağıdan görək yer varsa yazaq. Biraz yerimiz yoxdur deyəsən. Deməli, onu da yazaq. Məxrəc 24 olacaq. 24'də 4'də 1'i 24'də 6 kimi yazırıq. 6'da 1'i 24'də 4 kimi yazırıq. 8'də 1'i 24'də 3 kimi yazırıq. Bu da olur 24'də 13. Məndən istəyir nəyə? Bax, bu X-də 1, Y-də 1 və Z-də 1'in cəmini. Baxıram ki, burada X-də 1, Y-də 1 və Z-də 1'in cəmi var. Qarşısında 2 vurğu var. Onda mən belə yazıram. 1 bölü X üstəgəl 1 bölü Y üstəgəl 1 bölü Z bərabərdir 20'də 13 bölünsün 2. Yəni vurulsun 2'də 1 olacaq. Bu da olur neçə? 48'də 13. Mənim aldığım bax bu kəsir üçünün birlikdə işləyib işin hansı hissəsini gördüyüdür. Amma məndən saat istəyir. Onda aldığım kəsir tərsinə çevirəcəm. Yəni 13'də 48 saata. Cavabımız olur 13'də 48. Bugünlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər bu cür videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Siz də hansı cür dərs videolarının və yaxud da test videolarının gəlməyini istəyirsinizsə, şərhlər bölməsində qeyd edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Hələlik.